Bakıda sərnişin avtobusu ağır qəza etdi. Ölənlər və yaralananlar var. Hadisə Bakı-Qazax magistralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəzaya uğrayıb. İlkin məlumata görə qəza nəticəsində avtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, bir neçə nəfərin isə yaralandığı bildirilir. Allah ölənlərə rəhmət, qalanlara can sağlığı versin. Ümumiyyətlə, bu qəzanın səbəbləri indi açıqlanmayıb. Mən kimisə babalıymaq günahına girmiş olmayım, amma avtobuslar, sərnişin avtobusları, Bakı daxili, nə bilim, Abşeron, Bakı işləyən avtobuslarda sürücüləri sanki arada elə bilirlər ki, bunlar formula yarışındadırlar, nə bilim, 0.7 sürürlər, minik maşını sürürlər, nə sürürlər. Axır sərnişinlərin həyatı özləri bir yana, özləri cəhənnəm, sərnişinlərin də həyatını riskə atmış olurlar.